Deməli uşaqlar, bugünkü dərsimiz Yunanistandır. Yunanistan bax dünyanın siyasi xəritəsidir bura. Avropada yerləşir. Bax burada Balkan yarımadasında yerləşən bir dövlətdir. Həmin o Balkan yarımadasında biz açıb aşkarca göstərsək, görürük ki, Yunanistan demək olar ki, daha doğrusu Balkan yarımadası demək olar ki, paramparça bir yarımada hesab olunur. Ətrafında da xeyli adalar mövcuddur. Deməli biz onu dünyanın siyasi xəritəsində bura Romadır. Baxın, qadın sapaşkisine oxşayır bu burnu, bu dabanı. Onun yanındakı ərazi isə Balkan yarımadasıdır, yəni Yunanistan. Və həmin xəritəni böyütüb bura çıxaranda bura olur Yunanistan. Yunanistan yerləşir Balkan yarımadasında. 3 dənə dənizdən əhatə olunub. Egey dənizi, Aralıq dənizi və İyon dənizi. Sonra Egey dənizinin üstündə qonşu İranla, yəni Əhəməni dövləti ilə mübarizə aparacaq. Hələ birinci baxaq görək ki, Yunanistan haqqında biz nə bilirik? Yunanistanda ilk dövlət, ümumiyyətlə Avropada ilk dövlət Krit adasında yaranıb. Məsələn, biz dünyanın siyasi xəritəsinə nəzər salsaq, eşidirik ki, dünyada ilk dövlət Afrikada yaranan Misir dövlətidir. Asiyada yaranan dövlətlərdən Hindistanı, Hunu, Hunun ərazisi, bax, indiki Monqolistan ərazisi də Hunu, Çini, sonra indiki İraq ərazisində yerləşən Mesopotamiyanı, yəni Şumerləri eşitdik. Eləcə də Azərbaycanın cənubunda Manna dövlətini eşitdik. Amma Avropada, bax, bura Avropadır. Elə bir Afrika, Avropa, burada Asiya. Afrikada Misir eşitdik, Asiyada Hindistan, Çin, Hun, Şumer, Manna, Azərbaycan dövlətini eşitdik. İndi keçirik Avropaya. Avropada ilk dövləti isə Krit adasında meydana gəlib. Bax, birinci burada yaranıb. Eradan əvvəl 3-cü minillikdə yaranıb, 2-ci minilliyin əvvəllərində məhv olub. Niyə? Bax, görürsünüz, Krit. Adalar bir-birinə o qədər yaxındır ki, qonşu adada vulkan püskürür. Vulkan püskürməsi nəticəsində bütün Krit adasında olan mədəniyyət hamı məhv olub. Sonra keçəcəyik Yunanistana. Deməli, bizə sual düşsə ki, dünyada ilk dövlət deyəcəyik Misir, bəs Avropada ilk dövlət deyəcəyik Krit adasında yaranmış olub. İndi biz danışaq Yunanistandan. Yunanistan yerləşir Balkan yarımadasında. Bölünür 3 hissəyə: şimal, orta, cənub. Şimali Yunanistan ən böyük vilayəti Fessaliya, Orta Yunanistan ən böyük vilayəti Attika, Cənubi Yunanistan ən böyük vilayətləri bu tərəfdə Lakonika, qərb tərəfdə, şərq tərəfdə isə Messeniya idi. Şimalla ortanı bir-birindən Fermopil keçidi ayırır. Bax, Fermopil keçidi. Keçid nədir? Su girib qurunun içinə. Fermopil keçidi. Ortanla cənubi isə bir-birindən Korinf körfəzi. Bax, bu da elə su girib qurunun içinə. Deməli, şimalla ortanı Fermopil keçidi, ortanla cənubi isə Korinf körfəzi ayırır. Sonra biz şimali Yunanistanda, yəni Fessaliyada Makedoniya şəhərinin adını eşidəcəyik, sonra da dövlətə çevriləcək. Orta Yunanistanda, yəni Attikada Afina şəhərinin adını eşidəcəyik, sonra dövlətə çevriləcək. Cənubi Yunanistanda isə Sparta şəhərinin adını eşidəcəyik, sonra da çevriləcək dövlətə. Hələ ki Makedoniyanı qoyuruq bir qırağa, bizə hələ ki Afinanın Sparta maraqlıdır. Gələk Kritə. Krit yaranıb Hindistanın şəhər xarabalıqları kimi eradan əvvəl 3-cü minillikdə, süqut eləyib 2-ci minilliyin əvvəllərində. Krit mədəniyyəti çox gözəl mədəniyyət idi. Təbii ki, suyun içində olduğu üçün gəmiləri var, gəmiləri saxlamaq üçün limanları var, özünün yazısı var. Qonşu dövlətlərlə tutaq ki, qonşu dövlətləri haradır? Misirdir, Fələstin, Finikiyadır, biraz da aşağı düşərək Babildir, Dəclə Fəratın arasında Babildir. Bunlarla çox gözəl ticarət əlaqələri qurmuşdu. Hətta Kritin freskaları da var. Freska divar üzərində çəkilən rəsmlərə deyirlər. Və Kritin mədəniyyətini Yunanistanın şəhəri olan Mikena şəhərinin əhalisi Axeylər mənimsəyib. Mikena şəhərinin adı da Axey cəmaatının adıdır. Kritin mədəniyyətini Yunanistanın cənubunda yerləşən Mikena şəhərinin tayfası olan Axeylər mənimsəmişdi. Və Krit mədəniyyəti qonşu adada vulkan püskürməsi nəticəsində məhv olunmuşdu. Deməli, Avropada ilk dövlət Kritdə yaranıb və Kritin xüsusi öz mədəniyyəti var idi.
yazısı var, limanı var, gəmiləri var, freskalar var, sarayları var. Onun mədəniyyətini Mikenada yaşayan Axey tayfaları mənimsəyib və vulkan püskürməsi nəticəsində məhv olub. Yaxşı, indi gəl Axey mədəniyyətinə baxaq, görək ki, Axey mədəniyyəti niyə məhv olacaq? Yuxarıdan Dori tayfaları gələcək. Yadınızdadsa biz Hindistanı keçəndə Ariləri də Hindistana gətirmişdik. Arilər Hindistanda gedib xalq yaradıblar. Dorilər Yunanistanda gəlib dövlət yaradıblar. Demək, Dorilər gələcəklər, Mikenanı məhv eləyəcəklər. Niyə? Çünki istəyəcəklər ki, Yunanistanın cənubunda özləri üçün dövlət yaratsınlar. Mikenalılar bu işdə onlara mane olacaq. Ona görə də Mikenanı dağıdıb tökəcəklər. Krit mədəniyyətini mənimsəyib Mikenalılar. Eynən onlar da Kritin yazısı kimi, freskası kimi, limanları kimi, gəmiləri kimi mədəniyyətə sahib olublar. Fərqli olaraq onlar hətta gedib Misirdən də sərdabələr öyrəniblər. Sərdabə bilirsiniz ki, 1-ci Tutmosun dövründə Misirdədir. Eləcə də Axeylər Akropol və qalalar tikdiriblər. Akropol qalalar müdafiə məqsədi ilə idi. Akropol isə yuxarı şəhər hesab olunurdu. Yəni dağların, təpələrin üstündə tikilən şəhərlər idi və varlılara məxsus şəhərlər hesab olunurdu. Keçək indi xırdalıqlarımıza. Eradan əvvəl 2-ci minillikdə Afina ilə Spartanı müqayisə eləyəcəyik. Afina və Sparta. Bunlar ikisi də şəhər kimi yaranıblar eradan əvvəl 2-ci minillikdə. Hər ikisi şəhər kimi eradan əvvəl 2-ci minillikdə. Və bunların dövlətə çevrilməsi eradan əvvəl 8-ci əsrdən başlayır. Şəhər artıq olacaq dövlət. Eradan əvvəl 8-ci əsrin, demək, bu da olacaq dövlət. Yəni şəhərlər çevriləcək dövlətə. Bəs 2-ci minillikdə yaranan bir şəhər 8-ci əsrə qədər nə baş verib, nə olub burada bilmirəm. Çünki 11-8-ci əsrlər Yunanistanda qaranlıq dövrdür. Nə üçün? O haqda bizim heç bir məlumatımız yoxdur. Keçək Afinaya. Afinada əslində 9 dənə hökmdar olurdu. Burada isə 2 dənə hökmdar olurdu. Və bunların ikisini də ağsaqqallar seçirdi. İkisini də. Hətta burada ağsaqqalların sayı da var idi. 30 nəfər ağsaqqalın bir şurası var idi. 30 nəfər ağsaqqal otururdu orada. Təbii ki, söhbət varlılardan gedir. Ağsaqqal deyəndə həm yaşlılar nəzərdə tutulur, həm də söhbət varlı yaşlılardan gedir. Burada 9 hökmdar olurdu. Burada 2 hökmdar olurdu. Və hər ikisini ağsaqqallar seçirdi. Hətta Spartada biz eşidirik ki, ağsaqqallar şurasının sayı 30 idi. Afinada 2-ci minillikdə şəhər kimi salındı. 8-ci əsrdə şəhər dövlətə çevrildi. 621, 594, 6-cı əsrin sonu, 443, 443, 428, 431, 404 mənə maraqlı olacaq. Görək niyə? 2-ci minillikdə şəhər kimi salındı. 8-ci əsrdə şəhər dövlətə çevrildi. 621-ci ildə eradan əvvəl təbii ki, Drakon adlı hökmdar qanun qoydu. Drakon qanunları. Drakon qanunları çox sərt qanunlar idi. Ən kiçik səhvə görə ən böyük cəza olmalı idi. Burada da əhali, bütün əhali bölünürdü 3 yerə. Aristokrat, demos, bir də qul. Sadə dillə desək, varlı, kasıb, bir də işğallardan əldə olunan qul. Bu bütün əhali idi. Amma azad əhali, bunlar ikisi azad idi. Bu kölə idi də, qul idi. Azad əhali bölünürdü. Aristokrat və demos, yəni varlı və kasıb. Təbii ki, hakimiyyətdə də varlılar otururdu. Ona görə aristokratların hakimiyyəti adlanırdı, yaxşıların hakimiyyəti. Sonra da 7-ci əsrdə aristokratlar olacaq oliqarx. Gümüş pul yaranacaq, varlanacaqlar, olacaqlar oliqarxlar. Bu da olacaq azların hakimiyyəti. Azların hakimiyyəti. Yəni hakimiyyətdə əvvəlcə aristokrat, sonra da aristokratların nəzarətində olan oliqarxlar oturacaqlar. Yaranışından aristokrat, sonra da oliqarxlar. Ümumiyyətlə, istər Yunanistanda, istər Romada 8-ci əsrdən 6-cı əsrə qədər hakimiyyətdə oturanlara ağsaqqallar seçirdi, varlı ağsaqqallar.
Amma 6-cı əsrdən sonra isə hakimiyyətdə oturanı xalq seçirdi. Xalqın seçdiyi adam otururdu. Ona görə istər Yunanıstan, istər Romada 8-6-cı əsrlərdə demək ağsaqqalların seçdiyi hökmdarlar otururdu taxt-tacda, 6-cı əsrdən sonra isə xalqın seçdikləri otururdu. İndi bu Drakon da bu aristokratlardan biridir. Drakon qanun verir ki, təbii ki bu kimləri müdafiə edəcək? Quldarları, varlıları. Qanun verir ki, ən kiçik səhvə görə ən böyük cəza. Bu da kimi narahat eləyir? Demosu. Niyə? Çünki ən kiçik səhvə görə zərbə görən Demos olacaq da Qaragün Demos, kasıb. Demos sözü ilə demokratiya sözünü götürürük. Dünyada ilk demokratik dövlət Yunanistanda yaranacaq. Bax, bu sözdən götürülüb. Deməli, hakimiyyətdə oturan Drakon qanun verir. Həmin qanun varlıları müdafiə eləyir, quldarları müdafiə eləyir. Ona görə də Drakonun qoyduğu qanunlar Demosu narahat eləyir. Demos gedir Drakonun yanına, tələb eləyir ki, mənə vəzifə ver, torpaq ver. Drakon deyir ki, sənin başın xarab olub, sənin nə vəzifə yoxdur, nə torpaq yoxdur. Hətta səhv eləyərsənsə, ən kiçik səhvə görə sənə ən böyük cəza gözləyir. Demos hirslənir. Demos üsyan qaldırmaq istəyirdi ki, ölkədə vətəndaş müharibəsi olacaqdı ki, digər bir şəxs Salon araya girdi. 594-cü ildə, 6-cı əsrin əvvəllərində Salon islahat keçirəcək. Salonun islahatları deyəndə ağlına bir borc gələcək, vətəndaş gələcək, hərb gələcək. Deyir ki, Salon islahat keçirdi. Salon islahatına görə, borca görə qula çevrilmək ləğv olundu. Kəndlər, bilirsiniz, Avropada təkcə qullar işğallardan düzdür, çoxu işğallardan gətirilirdi. Amma yerli halda qula çevrilə bilirdi. Borc alırdı, borcunu qaytara bilməyəndə qula çevrilirdi. İndi Salon onu ləğv elədi. Borca görə qula çevrilmək ləğv olundu, borclar ləğv olundu, borca görə qul olanlar azad olundu və bütün bu yaxşılıqların əvəzində əhali hərbi xidmətə getməli idi. Hətta əhaliyə, kişilərə, Afinanın bütün kişilərinə vətəndaşlıq hüququ da verilmiş oldu. Və hətta onlar əmlakına görə 4 yerə bölünürdü. Varlı, kasıb, orta, ən aşağı əmlakına görə 4 dərəcəyə bölünürdülər. Təbii ki, bu hüquqların Salonun yaxşı islahatlar həyata keçirməsi zadəganları, varlıları narahat elədi və onların hüquqları sarsıldı. Deməli, Drakon neynirdi? Ancaq zadəganları, quldarları tərəfini tuturdu. Salon isə elə eləmədi. Zadəganların və quldarların hüquqlarını zəiflətdi, Demosa müəyyən qədər güzəşt elədi. Yaxşı, Demosa müəyyən qədər güzəşt elədi, tam həyata keçirdi Demosun istəklərini, yox. Yenə də Demosa nə torpaq vermədi, nə vəzifə vermədi, nə də Demos taxılını sata bilməzdi, çünki satıb varlana bilərdi. Ona görə də bunlardan Demos məhrum oldu. Amma baxıram ki, Drakonla müqayisədə Salon yaxşı adamdır. 6-cı əsrin əvvəllərində, yəni Salonun islahatlarından sonra tiranlıq adlı bir sistem yarandı. Tiranlıq tək başına hakimiyyətdir. Varlı bir adam Salon islahatlarından sonra durdu ayağa ki, mən əhalini müdafiə eləyəcəm, onlara vəzifə verəcəm, onlara torpaq verəcəm, tək başına bütün Yunanistan rəhbəri mən olacam. Amma təbii ki, nəticədə kasıbı müdafiə elədiyi üçün tiranlıq rejimi çox uzun sürmədi. 6-cı əsrin sonunda isə strateq vəzifəsi yarandı. Strateq hərbi başçıya deyirlər. Hərbi başçı və bunu xalq seçirdi. Çünki 6-cı əsrdən artıq xalqın seçdiyi idi. Xalq seçirdi. Deməli, 6-nın əvvəlində tiranlıq uğursuz oldu, 6-nın sonunda strateq vəzifəsi yaxşı oldu. Sonra 443-cü ildən 428-ci ilə qədər Perikl adlı bir adam eşidirəm mən. Bu da ən yaxşısıdır. Bax, pis. Yaxşı, pis, ən yaxşı. Perikl əhaliyə nə verdi? Vəzifə də verdi, torpaq da verdi, hətta müharibədə ölən şəhid ailələrinə yardımlar da göstərməyə başladı və 15 il hakimiyyətdə oturdu. Əslində strateq hər il dəyişilməli idi. Xalq hər il birini qoyacaqdı ora hərbi başçı olaraq. Amma Perikl o qədər qəşəng yaxşı adam oldu ki, 15 il hakimiyyətdə oturdu. Və Periklın dövründə Afinanla Sparta, yəni Afina ortada idi, Sparta aşağıda. Afinanla Sparta həmişə dalaşırdı. Və Periklın dövründə Afina-Sparta müharibəsi başladı.
431, 404. 31-də müharibə başladı, 28-də Perikl öldü eradan əvvəl. Yəni müharibənin qurtarmasını görmədi Perikl. Başlamasını gördü, amma qurtarmasını görmədi. Nəticədə Sparta qalib gələcək, Afina məğlub olacaq. Amma ümumi hər iki dövlət zəifləyəcək. Bir də qeyd gedirəm. Afina şəhər kimi 2-ci minlikdə salınıb, dövlətə çevrilib eradan əvvəl 8-ci əsrdə, 8-ci əsrdən 6-cı əsrə qədər dövləti ağsaqqalların seçdiyi adam idarə edirdi. 6-cı əsrdən sonra isə xalqın seçdiyi adam idarə etməyə başladı. Mənə 3 dənə şəxsin adı lazımdır. Drakon, Salon, Perikl. Drakon pisdir, zadəganları, quldarları müdafiə eləyir, Demosu sıxışdırırdı. Demos vəzifə və torpaq istirdi, Demosa heç nə vermirdi və Demos da üsyan qaldıra bilərdi. Hətta sıxışdırıldığını görən Demos başlayacaq Yunanistanı tərk eləməyə. Salon gələcək. Salonun dövrü yaxşı və pis dövr kimi yadımıza düşür. Zadəganların hüquqlarını məhdudlaşdırdı. Kəndlərin borclarını ləğv elədi. Borca görə qula çevrilməni ləğv elədi. Gələcəkdə borca görə qula çevrilmək də olmadı. Və əhaliyə, kişilərə vətəndaşlıq hüququ verdi. Söhbət Afina kişilərindən gedir, bütün Yunanistandan yox. Bunun əvəzində əhali hərbi xidmətə getməli idi və əmlakına görə 4 yerə bölünürdü. Əhaliyə nə torpaq vermədi, nə vəzifə vermədi, hətta taxılı satmağa belə icazə vermirdi. Salon islahatlarından sonra tiranlıq sistemi yarandı, uğursuz oldu. 6-cı əsrin sonunda isə strateji vəzifəsi yarandı, uğurlu oldu və strateji xalq seçirdi. İldə bir dəfə. 443-428, 15 illik Perikl hakimiyyətdə oturub. Yəni hərbi başçı olub. Perikl o qədər gözəl bir rəhbər olub ki, hərbi rəhbər olub ki, onu 15 il saxlayıblar. Və onun dövründə Afina Sparta müharibəsi başlayıb. Qurtarması ona aid deyil, başlaması ona aiddir. Və nəticədə Sparta məğlub olub, Afina qalib gəlib. Hər iki dövlət zəifləyib. Bundan istifadə eləyəcək ən yuxarıda oturan Makedoniya. Bunu saxlayaq. Sonra 11-8-ci əsrlər qaranlıq dövr kimi xarakterizə elədik. Gəlirəm Spartaya. Spartada şəhər kimi 2-ci minlikdə yaranıb. Spartada dövlətə çevrilib eradan əvvəl 8-ci əsrdə. Spartada 2 hökmdar var idi. 9 yox, 2 hökmdar var idi. Və həmin 2 hökmdar da ağsaqqal seçirdi. 30 dənə ağsaqqaldan ibarət şura var idi. 30 dənə ağsaqqal fikirləşirdi, Sparta hökmdarını seçirdi. Məsələ orasındadır ki, Afinanı yerli əhali yaradıb, Spartan isə dorilər yaradıb. Bunlar gəlib Yunanistanın cənubunda dövlət yaratmaq istəyirdilər. Mikenada yaşayan Axeylər bunlara mane olurdu. Ona görə də Mikena və Axey mədəniyyətini məhv elədilər və eradan əvvəl 2-ci minillikdə gələn kimi Lakonikanı tutdular. Lakonika qısa. Bax, bu ərazidə yaşayan tayfalar çox qısa və net danışırdı. Ona görə bizim dilimizdə var lakonik danışıq, yəni qısa danışıq. Bax, bu ərazinin adı ilə bağlıdır. 2-ci minlikdə gələn kimi qısa bir şəkildə Lakonikanı tutdular. Eradan əvvəl 7-ci əsrdə isə Messeniyanı tutdular və bütün Cənubi Yunanistana sahib olub oranı Sparta və ya Peloponnes adlandırdılar. Cənubi Yunanistana Sparta da deyə bilərik, Peloponnes də deyə bilərik. Spartanın əsas işi gücü hərbi idi. 7 yaşı oldu mu uşağın başlayırlar ona hərb öyrətməyə və elmlə məşğul olmaq qadağan idi. Kənara getmək qadağan idi. Kənardan kiminsə bura gəlməsi qəti qadağan idi. Heç kim bura nə gələ bilməzdi, nə buradan heç kim heç yerə gedə bilməzdi. Ancaq işləri, güclərdə hərblə məşğul olmaq idi. Burada da hakimiyyətdə varlılar otururdu. Yəni oliqarxlar otururdu. Oliqarxlar xüsusi bir idarə etmə üsulu idi və onlar özlərini azların hakimiyyəti, varlı kasıbdan azdı, varlı azların hakimiyyəti adlandırırdılar. Və təbii ki, burada əvvəlcə 8-dən 6-ya qədər Ağsaqqallar Şurası, daha sonra isə xalq yığıncağı seçməyə başladı. Dövləti hökmdar idarə edir. Təbii ki, hökmdar nə edəcək? Müharibə vaxtı orduya rəhbərlik edəcək. Çünki bunun əsas işi gücü hərbdə axı. Hökmdar müharibə vaxtı orduya rəhbərlik edirdi. Yəni ordunun önündə gedirdi. Ağsaqqallar nə edirdi? Ağsaqqallar qərarı hazırlayırdı, verirdi xalq yığıncağına. Xalq yığıncağı da həmin qərar xoşuna gəlsəydi qəbul edirdi, xoşuna gəlməsəydi təzədən dəyişilirdi. Vergi verən tərəfdə əsasən kasıb təbəqə idi. Yəni azad əhalinin kasıb təbəqəsi, varlılar dövləti idarə edirdi. Kasıblar isə vergi ödəyirdi. Bəs işğallar zamanı qul ələ keçirmirdilər ki, ələ keçirirdilər. Qullar bütün Yunanistanda insan ayaqlı adlanırdı. İnsan ayaqlı.
Amma Spartada isə Hilot adlanırdı. Hilot. Qoşuna isə falanga deyirdilər. Falanga sözünün mənası barmaq deməkdir. Necə ki, əlimizi açanda barmaqlarımız ardıcıl düzülür, Spartan qoşunu lazım olan kimi o formada düzülməli idi. Özdə bu süvari deyil, piyadadır, amma ağır silahlı piyada. Piyada idi, ağır silahlı piyadalar idi. Ancaq hərbi işlə məşğul olurdular, elmlə məşğul olmaq qadağan idi, xaricə getmək də qadağan idi. Sonra, məsələn, deyirik ki, Lakonika cəmaatı da eləmi qısa danışırdılar. Onlar Spartalılar da gəlib onların kimi qısa danışıq öyrənmişdilər və Spartalılar deyirdilər ki, biz müharibəyə getdik, qısa və lakonik, qalxanla ya da qalxanın üstündə. Görürsən cümlə nə ifadə edir bu? Əgər müharibədən qalxanla qayıdırsansa, deməli müharibəni udmusan. Yox, qalxanın üstündə gəlmisənsə, deməli şəhid olmusan da. Ya qalxanla gəl, ya da qalxanın üstündə gəl. Yəni oradan sağ qayıtma, məğlub sağ qayıtma. Ya qalib gəl, ya da məğlub olursansa ölün gəlsin. Ya qalxanla, ya da qalxanın üstündə. Sonra uşaqlar, koloniyalardan danışaq. Koloniya nədir? Koloniya məskən deməkdir. Yunanistanda yaşaya bilməyən kasıblar köç eləyib gedirdilər varlı yerlərə. Məsələn, tutaq ki, hər hansısa bir vətəndaş öz ölkəsində yaşaya bilmir, tərk edir öz ölkəsini, gedir başqa ölkəyə. Necə yerə gedir? Kasıb yerə getmir ki, varlı yerə gedir. Gedirlər varlı yerlərdə, demək, ticarəti inkişaf elətdirirlər. Ticarət inkişaf elədikcə, pul olduqca əhalinin sayı artır, özlərinə qəşəng əknə yararlı torpaqlar tapırlar və demos varlanır. Koloniyalar. Koloniya məskən deməkdir. Kasıblar gedirdi varlı ərazilərə, söhbət gedir eradan əvvəl 8-6-cı əsrlərdən. 8-6-cı əsrlərdə gedirdilər kasıblar varlı ölkələrə, gedirdilər orada varlanırdılar. Varlandıqca da pulları olduğu üçün, belə deyək ki, sayları artırdı da, yəni nəsil artırdı da, aclıq deyil də, sayları artırdı və demos varlanaraq öz ölkəsinə varlı bir adam kimi qayıdırdı. Qayıdandan sonra da aristokratla hakimiyyət uğrunda mübarizəyə başlayırdı. Deyirdi ki, nə olub bizə? Biz də varlı təbəqəyə artıq və hakimiyyətdə biz də otura bilərik. Hakimiyyət uğrunda mübarizəyə başlayırdı. Onların koloniyaları başlayacaq, bax uşaqlar, Qafqazdan, bu ərazilərdən başlayacaq ta İspaniyaya qədər. Hara gedirdilər? Bax, Afrikanın şimalında gedib məskən salırdılar, İtaliyada, İspaniyada, Əhəməni dövlətində, Egey dənizinin sahillərində, Qara dənizin sahillərində hara ki gedə bilirdilər, dəniz boyu ərazilərə, 3 dənə dəniz var onlarda, İon, Egey, Aralıq dənizi. Hara əlləri yetirdisə, oraya qədər gedib özləri üçün məskən salırdılar və öz koloniyalarını yaradıb, sonra da varlanırdılar. Amma özlərini Ellin ölkələrini Ellada mədəniyyətlərini ellinizm adlandırırdılar. Yəni, bu ümumilikdə Yunan deməkdir. Yunan cəmaatına aid bir xarakterik xüsusiyyətdir. Onlar ellərini qoyub getsələr də, yəni unutmurdular da bunları. Ellin, yəni elini tərk eləyənlər, Ellada ölkələrinə deyirdilər, ellinizm də onların mədəniyyətinin adı idi. Onların bu qədər güclənməsi, biz dedik axı Əhəmənində də Yunanistan koloniyaları var. Yəni gedib orada da məskən salıblar. Koloniyaların bu qədər güclənməsi Əhəməni dövlətini narahat elədi. Əhəməni dövləti bəhanə elədi ki, mənim ərazimdə olan koloniyalar mənə qarşı üsyan qaldırıblar, sözümə baxmırlar və Mərkəz Afinadan onlara kömək gəlib. Amma Əhəməninin əsas məqsədi Egey dənizinə yiyələnmək idi. Buna görə də Yunanistanla Əhəməninin arasında Egey dənizi uğrunda mübarizə başlayacaq. Həmin mübarizə 500-cü ildə başlayacaq 1-ci Daranın dövründə. 449-cu ildə Daranın oğlu Kserksin 1-ci Dara. Kserksin adını burada eşitirsiniz. Kserksin dövründə başa çatacaq. Məsələn, biz Əhəməni hökmdarlarının 2-ci Kiri eşitmişik. Tomis öldürüb, 2-ci Kambizi eşitmişik, Misiri tutub, Qamatan eşitmişik, üsyan qaldırıb, 1-ci Dara güclü hökmdarda eşitmişik, 3-cü Daranı İskəndər məğlub edib eşitmişik. Bu Kserks Daranın oğluydu. Və bunlar 500-də müharibəyə başlayıblar. 449-cu ildə müharibə qutarıb. Kimin qalibiyyəti ilə? Yunanın qalibiyyəti ilə Əhəməni məğlub olub. Və bu müharibədə Yunanistanla Əhəməninin arasında Marafon döyüşünü işləyəcəyik. Fermopil döyüşünü işləyəcəyik.
Salamin döyüşü, bir də Plateya döyüşünü eşidəcəyik. 490 eradan əvvəl, 480 eradan əvvəl, 480 eradan əvvəl, 479-dan 449-a qədər eradan əvvəl. Marafonda Yunan qalib, Fermopildə Yunan məğlub, Salamində Yunan qalib, Plateyada Yunan qalib, nəticədə Yunan qalib. Yunanistanın məğlub olduğu döyüş Fermopildə. Amma 500-də də Yunanistan məğlub olmuşdu. Niyə? Çünki qəfil gəlmişdi. Buna məğlubiyyət demərik də. Çünki Dara qəfil hücuma keçmişdi. Dara qəfil hücuma keçdiyi üçün Yunanistan bu müharibəyə hazır değildi. Amma 490 marafon döyüşünə Yunanistan qalib gəldi. Hətta marafon döyüşünə Yunan qoşununun rəhbəri olan Miltiad sevinə-sevinə bu xəbəri Afinaya çatdırıb 42 kilometr yolu piyada qaçmışdı və ürəyə partlayıb ölmüşdü Afinaya çatanda. Olimpiya oyunlarına marafon qaçışı, iti qaçış adlı bir oyunda salıblar. Sonra Fermopil döyüşü olub. Fermopil döyüşü bax bu keçiddə baş verib. Bir xəritədə göstərdim sizə keçid. Baba bura. Bu keçiddə baş verib Fermopil döyüşü. Yunanlar fikirləşirdi ki, Əhəmənilər heç vaxt buradan gəlib, buradan girib bu keçidə girə bilməz. Amma Yunanistan içində xəyanət olacaq. Xəyanət nəticəsində demək Spartalı Leonid, qeyd edeyim ki, Afinanla Sparta bu müharibədə birləşiblər ümumi düşmənə qarşı. Fermopil keçidində Spartalı Leonid demək ölüb və Yunanlar məğlub olub. Elə həmin ildə dənizdə yenidən Yunanlar müharibəyə giriblər. Salamin döyüşündə Femistokul adlı hərbi sərkərdə qalib gəlib. Marafon döyüşündə Miltiad, Fermopildə Leonid öldürülüb, sonra Salamində isə Femistokul qalib gəlib. Plateya döyüşü yenə də Yunanlar qalib, nəticədə Yunanlar qalib gəlib, Əhəməni nəinki Egey dənizinə, heç Aralıq dənizinə də qoymayıblar. Əhəməni axı qonşu ərazi olaraq Aralığa da çıxır. Nə Egeyə, nə Aralığa qoymayıblar. Hətta demək Əhəməninin ərazisində mövcud olan bu koloniyalar var idi ya, onlar artıq Əhəmənin ərazisində müstəqil olublar və Əhəməni də bunu tanıyıb. Yəni onlara müstəqillik verib. Əhəməni də bunu tanıyıb. Yunan-İran müharibəsi qutarandan sonra 431-404-cü il eradan əvvəl Afinanla Sparta təzədən başlayırlar münasibətləri korlamağa. Əslində Afinanla Sparta heç bir-birinə yola getmirdi. Çünki Afina yerli idi, Sparta gəlmə idi. Amma Əhəməniyə qarşı birləşmişdilər. Nəticədə Afina məğlub oldu, Sparta qalib gəldi. Niyə? Çünki Sparta hərbi cəhətdən güclüdür axı. Bir dənə də qeyd edeyim ki, uşaqlar, Afina demək Salamin dəniz döyüşü var. Bu dəniz döyüşündən sonra dəniz qüdrətli dövlət olması üzə çıxıb. Ümumiyyətlə Afinanın inkişafı 5-ci əsrdə eradan əvvəl. Mədəniyyətin inkişafı, dənizin inkişafı nə varsa Yunanistanda inkişaf 5-ci əsrə aiddir. Eradan əvvəl 5-ci əsr. Və Salamin dəniz döyüşündə Afina özünü, çünki Afina harda yerləşir? Suyun içində yerləşən bir şəhərdir. Ona görə o suyu mükəmməl bilirdi. Dəniz cəhətdən güclü Afina idi, hərbi cəhətdən güclü isə Sparta idi. Bunların arasında müharibə baş verəndə Sparta qalib gəldi, Afina məğlub oldu. Amma nəticədə hər ikisi zəiflədi. Fürsətdən istifadə eləyəcək yuxarıda Makedoniya. Axı bizi 3 hissəyə böldük. Afina ortada, Sparta aşağıda, Makedoniya yuxarıda oturub vəziyyəti gözləyirdi ki, vəziyyət həmin vəziyyətdə başlayacaq hücuma, hər ikisini məğlub eləyəcək. Deməli Makedoniya. Makedoniyalı İskəndərin atası Filip. Söhbət gedir 2-ci Filipdən. 2-ci Filip. Sonra da İskəndərin adını eşidəcəyik. İskəndər. 2-ci Filip Afina və Spartanın zəifləməsini görüb, hücum elədi Afinaya, çerez oradan da Spartaya. Nəinki Afina, Sparta. Bütün burada Korinf şəhəri var idi, Mikena şəhəri, dağılmış Mikena şəhəri var idi. Nə var idi? Yunanistan nə qədər? 2 dənə cəmi şəhəri yoxdur ki, sadəcə dövlətə çevrilən 2 dənədir. Yunanistan şəhəri en qədər. 2-ci Filip buradan keçir Afinaya. Amma Afina çox gözəl öz ərazisini müdafiə eləyir. 2-ci Filip qəşəng kasıb əhaliyə qızıl verdi. Əhali qapıları açdı. 2-ci Filip düşdü oradan, girdi Afinaya. Çünki əhali müharibədən çıxmışdı, pula ehtiyacı var idi. Və 2-ci Filipin məşhur bir sözü var. Qızılla yüklənmiş eşək istənilən ərazini tuta bilər. Yəni adi eşəyin üstünə qızılı yüklə, göndərginlə. O eşəyə hamı çağıracaq ki, gəl keç mənim ərazimin üstünə qızıl var axı. 2-ci Filip girəcək Afinanı tutacaq, girəcək Yunanistanın bütün şəhər dövlətlərinin hamısının belə deyək, varlığına son qoyacaq. Bir dənə Sparta istisna.
Sparta öz müstəqilliyini saxlayacaq. Çünki hərbi cəhətdən güclüdür axı. Sparta öz müstəqilliyini saxlayacaq. Söhbət gedir eradan əvvəl 338 Xeroniya döyüşünə. Ümumiyyətlə biz Makedoniyalılar deyəndə uşaqlar 4-cü əsri düşünürük. Eradan əvvəl 4-cü əsr testdə tapacağımız söz budur. Xeroniya döyüşünə Yunan şəhər dövlətlərinin müstəqilliyinə son qoyuldu. Sparta istisna. Arzu Əhəməniyə getməkdir. Yəni Yunanistan tabe eləyəndən sonra arzu Əhəməniyə getməkdir. Amma Filip vəfat eləyəcək. Qeyd edeyim ki, Xeroniya döyüşündə İskəndər sərkərdə idi və bir sərkərdə kimi çox gözəl də sərkərdə idi. Gedəcək Əhəməniyə. Makedoniyalı İskəndər. Onu da Azərbaycan tarixindən bilir ki, 334-cü ildə Qranik, 333-cü ildə İvis, 331-ci ildə Qavqamela döyüşlərində qalib gələcək. Qranik, İz, Qavqamela döyüşlərində qalib gələcək. İskəndər Qranikdə qalib gəldi. Keçdi İsdə qalib gəldi. İndi Misrə gedir ki, Əhəməninin əlindən Misri alsın. Amma yolda Finikiyanın paytaxtı Tir şəhəri ona güclü müqavimət göstərdi. İskəndər bunun öhdəsindən gəldi. Girdi Misrə. Misri müqavimətsiz tutdu 332-ci ildə. Niyə? Çünki Misir üçün fərqi nədir? Əhəmənidən asılı olsun və ya İskəndərdən asılı olsun. Ona görə Misri müqavimətsiz tutdu. Hətta öz adını orada İskəndəriyə şəhəri saldırdı. Qayıtdı oradan, gəldi Qavqamelaya. Qavqamelada 331-ci ildə Əhəmənini məğlub eləyib, 330-da Əhəmənini süqut etdirib, bütün Əhəməni imperiyasını yiyələndi. 327-ci ildə Hindistana getdi. Hindistanın ancaq Hind çayı sahili boyunca az ərazilər tutdu. Niyə? Çünki Hindistanın həm döyüş filləri var idi, həm də ki artıq qoşun yorulmuşdu. Ona görə də İskəndər Hindistanı elə də çox tuta bilmədi. 323-cü ildə Makedoniyalı İskəndər vəfat elədi. Onun imperiyası bölündü 3 böyük hissəyə. Bir öz vətəni olan Makedoniya, bir Misrə, bir də Selevkilər dövlətinə, yəni Əhəməninin adı Selevkilərdən əvəz olundu. İskəndər süqut etdirəndə Əhəməni idi. İskəndər olandan sonra həmin ərazilər oldu Selevki dövləti. Yəni İskəndərin ölümündən sonra imperiya bölündü 3 hissəyə. Bir öz ərazisi Makedoniya, bir Misrə, bir də Selevkilərə. Makedoniya dövlətini 2-ci Filip yaradıb və paytaxtı Pella şəhəri olmaqla, Pella. Makedoniya burada da Pella şəhəri olmaqla. Amma İskəndər gəlib tutandan sonra həmin əraziləri paytaxtı elədi Babil. Deməli İskəndərin dövründə paytaxt Babil, tanıdığımız Babil, Dəclə Fəratın arasında yerləşən Babil. Atasının dövründə isə Pella. Çünki Makedoniya burada yerləşir. Atanın dövründə burada, oğlunun dövründə isə paytaxt bura köçəcək. Sonra Makedoniyalı İskəndər savadlı, ağıllı, hətta İskəndərin müəlliminin adı Aristotel idi. Belə deyək də dünyada elmləri bölən alimdir Aristotel. İskəndər dünya görmüş bir adam idi. Aralıq dənizinin sahilində İskəndəriyyə adlı bir şəhər saldırdı öz adına. Ən böyük şəhər idi bu Aralıq dənizinin sahilində. Və məsələ orasındadır ki, hətta o elə bir böyük Misirdə çoxlu museylər, muzey demirəm amma, museylər. Və orada dərs deyirdi Musalar. Musey məktəbdir, Musada müəllimlərə deyirlər. Və orada demək burada Misirdə museylər tikdirmişdi, yəni məktəblər tikdirmişdi. Həmin museylərdə Musalar dərs keçirdi. Yəni müəllimlər. Müəllim də sıradan müəllim olmurdu, yəni çox bilən, savadlı, məsələn Evklit və Arximed kimi müəllimlər burada dərs keçmiş olurdu. Sonra xronologiyamızda uşaqlar, xronologiyada bax, 2-ci minlikdə dedik ki, 3-2-ci minliklər Kritdəki dövlətdə 3-də yaranıb, 2-də ləğv olunub. Mikena mədəniyyəti 2-də yaranıb, elə 2-də də məhv olub, Dorilər məhv eləyib. Sonra 11-8-ci əsr qaranlıq dövrdür, çünki o barədə heç bir məlumatımız yoxdur. Bir də polislər deyim sizə. Eradan əvvəl 8-ci əsrdə polislər var. Polis, qısa lakonik desək, şəhər deməkdir. Çünki zaten 8-ci əsrdə Afinadan Sparta şəhər dövlətə çevrilibdir. Amma kitab dilinlə desək, bərabər hüquqlu şəhər icmaları, vətəndaş icmaları. Keçək mədəniyyətinə. 776-cı ildə eradan əvvəl burada Olimpiya oyunları keçirilirdi. Olimpiya. Hardan götürülüb bu Olimpiya sözü? Bir dənə dağ var idi. Dağın adı Olimp dağı idi. Dağın da zirvəsində Allahlar üçün bir məbəd tikilmişdi. Parfenon. Parfenon. F Afinada. Bir də eşidəcəksiniz uşaqlar. Panteon. Bu Romadadır. Romada.
Bax, F hərfi olmayan Romadadır, F hərfi olan Afinadadır. Parfenon məbədi var idi dağın üstündə və bura Allahların məbədi hesab olunur. Təbii ki, Yunanistanda eradan əvvəl quldar dövlət olduğu üçün çox Allahlı olur. Və insanlar gedirdilər, burada Allahlara sitayiş edirdilər. Sonra dağı düşəndə qaça-qaça düşürdülər. Qaça-qaça düşəndə kim kimi keçdi. Bunu çeviriblər bir oyuna və bununla da eradan əvvəl 776-cı ildə yaranıb Olimpiya oyunları. Bu oyunlar 4 ildən bir keçirilirdi. Hətta bura marafon döyüşündən sonra marafon qaçışı əlavə olundu. Sürətli qaçış, marafon qaçışı. 4 ildən bir köçürülürdü. Oyunçular yarıçılpaq oynadığı üçün kişilər olurdu. Ən çox da oyunçu. Bura qadınların gəlişi qəti qadağan idi. Hər hansısa bir qadını burada görsəydilər öldürürdülər. Qalibə zeytundan hörülmüş çələng verilirdi. Bir də onun şərəfinə yaşadığı şəhərdə demək heykəl qoyulurdu. 5-ci əsr qeyd etdiyimiz kimi Afinanın inkişafı 5-ci, eradan əvvəl 5-ci əsr. İstir dəniz qüdrətli olması, istir mədəniyyətin inkişafı, istir teatrın yaranması, istir tarixin yaranması. Tarix də burada yaranır. Baxı, özü tarixin atası Herodot hesab olunurdu. Herodotun da yazdığı ilk tarix əsəri Yunan-İran müharibələri idi. Qeyd edelim ki, Yunan-İran müharibəsindən sonra Demos başa düşdü ki, o çox lazımlı bir adamdır. Yəni Demos əslində saymırdılar axı Demosu, kasıb əhali idi və Demos başa düşdü ki, o olmasa Yunanistan heç nə eləyə bilməz. Doğrudan da elədir. Bugün əhali olmasa ta ki Azərbaycan müharibələrdə qalib gələ bilərdi. Yox. Deməli, sadə əhalinin sayəsində Azərbaycan istənilən dövlət uğur qazana bilir. Demos da Yunan-İran müharibəsindən sonra başa düşdü ki, səninlə bu çox lazımlı bir adam imiş. Baş tanrısı Zevs idi. Məsələn, Misirdə Amon, Şumerdə An, sonra Yunanistanda Zevs, Hindistanda Brahma. Bunlar baş allahlardır. Sonra nəyimiz qaldı? Deməli, Aristotel İskəndərin müəllimi olub. Elmləri bölüb. İlk böldüyü elmdə tarix elmi olub, biologiya olub, fəlsəfə olub, tibb olub, bunları bölüb. Demokrit deyirdi ki, dünya çox kiçik hissələrdən ibarətdir. Yəni gördüyümüz deyil təkcə, yəni görmədiklərimiz də var. Sonra Hipokrat tibbin atası. Həkimlər həkim olmamışdan əvvəl Hipokrat andı içirlər. Aristotel, Demokrit, Hipokrat, sonra bir dənə Homer adında bir alimdən danışacağım sizin üçün. Bu yaşayıb eradan əvvəl 8-ci əsrdə. 8-ci əsrdə. Amma yazıb 11-9-cu əsrlərdən. 11-9-cu əsrdə. Tutaq ki, mən yaşayıram 2025-də. Amma Nizamidən yazmışam. Nizami də yaşayıb 13-cü əsrdə. Deyirlər ki, Esmura 13-cü əsr şairidir. Özüm yaşayıram 21-ci əsrdə. Amma 13-cü əsrdən yazdığım üçün mənə deyirlər ki, bu 13-cü əsrin şairidir. Homer özü 8-ci əsrdə yaşayıb. 11-9-cu əsrlərdən yazdığı üçün Yunan-Troya müharibəsindən. Ona deyiblər 11-9-cu əsrin şairi. Niyə Yunan-Troyanı bəs biz öyrənmirik? Çünki 11-9 qaranlıq dövrdür axı. Qaranlıq dövr olduğu üçün də biz o müharibə haqqında bir məlumat bilmirik. Amma Troya atı adlı bir kino var ki, taxtadan düzəltiblər, içində bəxşişlə doldurublar, Yunanlara hədiyyə gətiriblər. Sonra da saray əhli yatandan sonra açıblar atı, içindən hərbiçilər tökülüşüb, sarayı bütün ələ keçiriblər. Homer özü 8-ci əsrdə yaşayıb və bu əsərləri, 2 dənə əsər yaradıb. İlyada, bir də Odisseya. 2 dənə əsər yaradıb. Bu bilirsiniz necədir? Məsələn, bizim Koroğlu və Dədə Qorqud dastanımız var da, dildən dilə düşən. Bu İlyadan Odisseya da kişinin adı da Yunan-Troya müharibəsində Yunan qəhrəmanları olublar. Homer əslində kör olub. Sadəcə bu müharibədə eşitdiklərini deyə gəzib də, şifahi şəkildə deyə gəzib. Və onun müasirləri 6-cı əsrdə bunu yazıya alıblar. Deməli, bu əsərlərin yaranması 8-ci əsrdə şair Homer yaradıb, 8-də yaşayıb. 6-cı əsrdə həmin bu əsərlər yazıya alınıb. Çünki bu kör olub deyən onu yaza bilməyib. Amma Homer özü 11-9-cu əsrlərdən danışdığı üçün ona 11-9-cu əsrlərin şairi deyiblər. Sonra nəyimiz qaldı? Təhsildəki təbii ki, Yunanistanın öz əlifbası var idi. İlk əlifbanı Finikiya yaradıb. Finikiya. Samitlər, 22 dənə samit. Sonra ora sait səsləri də əlavə eləyib Yunanlar bugünkü əlifbanı yaradıblar. Yəni bunların öz əlifbaları olub. Təhsilə böyük önəm verirdilər.
ən yaxşı məktəblər də təbii ki, Afinada yerləşirdi. Və məktəbə gedən qullar deyildi, azad əhali idi ki, məktəbə gedirdilər. Və yazı çubuqlarda stil adlanırdı. Bir çubuqla palçığın üstündə də, yəni mum üstündə, palçıq üstündə yazırdılar. Bu çubuğun bir tərəfi yazırdı, bir tərəfi pozurdu. Necə? Tutaq ki, palçığın üstündə yazırsan. Görürsən, ha, düz yazmadın, dalı ilə belə-belə örtürsən, o üstəni təzədən yenə yazırsan. Məktəbdə də əsasən bax bu İlyada, Odiseya əsərləri əzbər bilinməlidir. Necə ki biz Koroğlu'la Dədə Qorqudu əzbər öyrənirik, qəbullarda bizə düşür. Eləcə də Yunan məktəblərində də bunlar öyrənilirdi. Demokriti dedik, Herodotdakı dedik də tarixin atasıdır. Herodot. Bunlar hamısı elə bir ki, Yunan mədəniyyəti 5-ci əsr xarakterizə eləyir. Afinadan əvvəl düzdür, Milet şəhəri olub mədəniyyət baxımından inkişaf. Amma ən yaxşısı Afinada olmuşdu. Sonra qadın Allah var idi. Afina adında qadın. Elə şəhərin adı ilə götürsək, Afina adında qadın Allah var idi. 12 metr hündürlükdə bir heykəl də var idi. Özü də onu kim düzəltmişdi? F hərfi ilə. Fidi adlı heykəltaraş düzəltmişdi onu. Memarlıq abidələri ən çox da Dorik, İonik portiklər var idi. Dorik, İonik portiklərdə bəzəklər idi. Bu nədir? Tutaq ki, böyük bir restoran tikilir. Həmin restoranı birbaşa tikmirlər ki, ortalarında sütunlar qoyurlar ki, o aşmasın. Həmin o sütunlar adlanır Dorik. Ondan bu hissəsi adlanır portik. Yəni üstünə qoyurlar ki, belə T hərfi kimi aşmasın da. Sonra burada bir bəzək vururlar ki, buna da deyirlər İonik. Bu birləşən yeri örtürlər də. Buna da deyirlər İonik. Sonra İskəndər haqqında da bir dənə söhbət edeyim sizə. İskəndər çox yaxşı bir hökmdar idi. Deyir, o döyüşə gedəndə susuz deyir, onun üçün bir kasa su gətirirlər. O həmin suyu atır. Niyə? Deyir ki, bu mənim özüm üçün çoxdur, əskərlərim üçün isə azdır. Yəni, əskərlərim bu sudan içə bilmirsə, su çox azdır. Mənə də bu su lazım deyil. Sonra Misir, getdi İskəndər Misiri tutdu. İskəndərə orada tanrı kimi baxırdılar. Ona Firon, tanrı belə deyilirdi. Yəni uşaqlar, dərsimiz bu qədər. Nəyi başa düşməsəniz deyərsiniz, bir də həmin hissəni izah eləyərəm sizə.